dostlar, ben Arif Bucusi'yle bir yerde yepyeni video ile karşınızdayım. Neçə vaxtı oyun gəlmir, o bilər bir dəqiqə gələm. Neçə vaxtı əziz dostlar, neçə vaxtı oyun gəlmir, o biləm, yəni. Hətta bir yaxlarım bir dənə video qeydə alırdım. Səmətim gəldim, o da ucuz. Bir de aziz dostlar, belə bir şey var. İstəyirsə Rivals-a gəlin vs atar. Adımı yazıram. Bu hele yan hesabımdır. Bu yan hesabımdır. O bir şey əsl hesabımda Baba Pro'yam. Mesela diye bu. Ne olursa hiç şaşmayacağım. Hem oyunum da kasır. Şimdi arenaya gel. Arena. Yani uzun ihtimalimiz %100 olma. Yani uzun ihtimalimiz %99 ama biz udacaq. Niye? Çünkü biz 207 nəfərlik böyük bir ailəyiz. Bu arada 207 nəfər olduq. Çox təşəkkür edirəm. Və özüm Baba Pro zannet eləyir. Ama Baba Pro'ya oxşayır. Baba geldi bak. Bıçaq oynayıram və 1-0. Bıçağa gel. Gelin 1v1 1v1. Qan. Bu botdu çala. Uşaq AFK deyildirəm əslində. Uşaq birin bəxti tutdum, o birisini də. Məndə Uzi var, Uzi yetişdirməmişəm. Bir baxım Uzi'yə. Umarım oyanmaz. Baxmıyorum Uzi'yə. GG. Skin chase pisir Ayxan. O Azərbaycan deyil. Neyse. Oradan çıxdı vecvezinimizin özümə 5 Robux irəndən bitər almışam. Bir də mən heç kimə skin case almıram. Baba. Şimdi içsinsə bizi söyür. Tamam, match point. Bu da alsam bitir gedir hər şey. Heç nə istəmirəm ha, bir dənə Uzi'dən başqa. Sıçan tərədən qaçıb deyəsən. Hello. Все. Niye C4 var lan? Gerçekten ben Rivals'ta usta birisiyim. Yani usta demeyerek bot birisiyim. Hele bunun kasıyor bile. Zile olmasın, yazık değil. Hayır, bitiriciz ad versin. Bitirme paketi versin bir tane. Kutu vereceğin ne verebilir ki bize max? Uzi'ye bir paket gelip ne geleceğimiş? Uzi'ye bir tane ad gelip dondurucu ışığa geldi. Bəli əzizlər, qaldığımız yerdən davam edirik. Uzi'ye aldım bir tane. Bu şeyi aldım, Uzi'ye de baxıram indi. Uzi'ye de bir tane bu gəlib. Rivals'la gözəl bence. Uzi'ye sarmağa hələ heç nə yoxdur ki. Sarı, sarı daha güzel durur. Yoruma yazsın, alın istəyən olsa bu istəyə hamısını arkadaşdan çıxartsan. Niye bir ve bir atıram, riske girmək istəmirəm. İstəydə hər əziz dostlar, mən nəysə heç də. Bir elə mən ən böyük hədəfim 200K'dır. Ona görə YouTube kanalını açmışam. Mən 200K abunə olanda hər şey tutar. Acı, bunu mən hər hesabımda var. Bu hesabda yoxdur bir dənə. 50 diyor. Uydu 50. Şundan çok diyor. O de bundan çok diye gözü göstereyim size. Bundan çok diye bu 40'tı böyle 50. Çok da güçlü axı. Çok da güçlü axı. Bıçaq məndə ondan daha güçlüdür. O. Bu arada aziz dostlar,
eğer ki dostlarınızla oynayırsa, yani öz private serverda, yani private server olsa pulsuzda size bir taktik verim. Bunu alın ve bıçağı ve buranın. Bunların ne gücü var? Bakınız dostlar. Özü 1v1v1'də oynasa da eğer ki, buradası daha uyğundur bence, burada oynayın. Ben karşılamıyorum. Bakın. 1, 2, 3. 3 saniyede adamı dağıtır. Sonra bu. Bu istəyir ayağa da vursuz başa sarır. Gözü bir silahdır. Bıçaqla bir yağ göstərdim, bir də göstərim. Beğençen kimi, ama niyəsə məndə olmur. Beğençen kimi tek atır. Daha değil, tek attım. Bu da bunun iki tür işlerim yöntemi var. Biri kaçanda çatan mesaj dartıb özünüzü qaldırmaq üçündür. Biri de mesela o dostunuz uzaqda sizə artist eləyir. Bura gözəlmək isə dartırsan özünə. Gətirirsən bura işi həll edirsən. Dostum, məndə həm Wi-Fi həm də bu kasır biraz. Video biraz kasmış olabilir, özür istəyirəm. Biraz xarab düşmüş olabilir. Bandikamdan yaxşıdır bence. Son olarak da size başka bir şey daha göstermeliyim. Minigun alın. Minigun işe yarayır. Sapan daha güzel işe yarayır. Testere bence ve Molotov. Yoksa Molotov yok. Medkit alın bence. Medkit canınız ise düzelebilirsiniz. Ama ben Molotov alacağım. Sebep de yoktu. Bir bakalım. Bakın. Çok işe yarayır. 1, 2, 3 saniyede adamı 2 saniyeye falan adamı indirebilir. Yani şeyle gücü olabilir belki bu. O alev silahı. Bakın. Sonra sapan. Sapanın en sevdiğim özelliği canı tez aparmasıdır. Bakın ne? Hem de adamı əsəbləşdirir. 9 yanıcıdır ve en güzeli minigun. Adam öldü. Pişiyor. İşte bunun başı yarasa pişiyor. Ama olmaz. Öldü. Burada en kızıq edən nədir? Hanı o yer? Sarılıların ölmemesi. Hiç verdiler. Mesela yıktılar. Zemeli işlemi değil mi? Sonra ne almıştım? Molotov. Molotov da bu işlemi. Pişiyor. Bir de Gel dostlarım, Amerikan da rastgele de bu şeydi. Çok pis laflar. Çünkü 40 var yani, bakın. Başta 80 vurur. Başa vuran. Yani tərəfin özünə vuranda 80 vurur əslində, baxın. 40. Bura 40 vurur, amma tərəfin özünə vuranda 80 vurur. Amma RPG'ye bakın, indi RPG'ye. RPG daha güzeldi bence. Bakın indi. RPG yana vururan. Yana vuran 50 vurur. Tamam, 50 vurur. Ama üstüne vuran da 100 vurur. Yani bence RPG daha güzeldi. Hem de size böyle bir şey göstereyim. Boş boşuna hançer alıp
Xərcləməyə gərək yoxdur, rastgele. Rastgele hə. Boş boşuna hətta sizə gözləyin. Ok, hançer, yumruqlar, bu da sallayız. Hə. Bu. Baxın dostlar indi. Bunu bura qoyuram, hə? Ok. Okla double jump aldım, bununla double jump aldım, yumruqla double jump aldım. Baxın əzizlər. Yumruqla da double jump ala bilirəm. Sonra okla da double jump ala bilirəm və hançerlə də double jump ala bilirəm. Double jump. En uzakta her hansı bir şey. Mesela bakın ora gidə bilərəm. Ay zibil. Daha görürüz. Asan da. Şimdi 1, 2, 3 çatdıq. Bir dəfə. Anne, neyse düşdük. Neyse əzizlər, bugünlük də bu videomuzun sonuna gələk. Rivals oynadıq bu gün. Çox da bir şey eləmədik. Onsuz da bir dənə bir maksimum eləyəcək. Əzizlər, əgər ki videomuzu bəyəndisə kanalıma abunə olub, videoma like atmaqdan çıxarım. 207 abunəçi olduq. Sizə çox təşəkkür edirəm. Çox sağ olun. Ona görə də yenə bir abunə olun ki, daha da böyük hədəflərə gedək. Sizi çox sevirəm. Yaxşı ki varsınız ki, mənə bu yolda kömək edirsiniz. Sağ olun, salamat qalın və bay bay. Like atmağı da yaddan çıxarmayın, abunə də olun.